Bugün dünyada baş verən prosesləri anlamaq üçün təkcə xəbərləri izləmək kifayət etmir. Əsas məqam bu prosesləri düzgün təhlil etmək, səbəb-nəticə əlaqələrini müəyyənləşdirmək və gələcək tendensiyaları əvvəlcədən dəyərləndirə bilməkdir. Məhz bu yanaşma əsasında UNIC İqtisadi Araşdırmalar Elmi Tədqiqat İnstitutu tərəfindən informasiya analitik bülleteni hazırlanaraq elmi ictimaiyyətə təqdim olunub. Bülleten elmi pedaqoji heyət, magistr və doktorantlar, eləcə də yerli və xarici ekspertlər üçün nəzərdə tutulmuş etibarlı analitik platformadır. Bu dəfəki buraxılış müasir dövrün əsas gündəmini formalaşdıran mövzulara fokuslanır. Süni intellekt və ChatGPT-nin ali təsirlər rolu, məhsuldarlığı artıran yeni rəqəmsal alətlər, data elminin gələcək inkişaf istiqamətləri, generativ süni intellektin təhsil sisteminə təsiri bülletenin əsas mövzuları sırasındadır. Bu bülletenin birinci sayı biz 2024-cü ildən başlamışıq. Bu sayca ikincidir. Əsas məqsədi institutun əməkdaşlarının kompetensiyası və səriştəsinin təcrübəsinə əsaslanaraq 3 əsas missiya götürülmüşdür. Ölkənin sosial-iqtisadi həyatında və dünyada baş verən ən önəmli, əhəmiyyətli hadisələr barəsində məlumatlar vermək, onları işıqlandırmaq. İkinci, inkişaf problemlərinin elmi dəyərlərlə əsaslandırılmış deməli şərhlərini vermək. Üçüncü, müasir iqtisadi elmi deməli diskussiyaların tribun arasına çevirməkdir bu missiyası, əsas missiya. Burada müəyyən sual-cavablar, müəyyən diskussiyaların açılmasına yol verilir. Bu əsas bu 3 istiqamətdə missiyası vardır. Bülleten hazırda deməli ildə 2 dəfə nəşr olunur, amma nəzərdə tutmuşuq ki, gələcəkdə bunu rubrik əsasda dərc edilsin. Jurnal deməli növbəti 2026-cı ildə 2 dəfə nəşr olunmasını nəzərdə tutmuşuq. Növbəti illərdə isə rubrik əsasında dərc olunmasını hazırlıq gedir. Maraqlı olan dünyada indi aktual olan məsələlər ChatGPT-nin imkanları, sonra 4-cü sənaye inqilabının təsirləri, elektron hökumət, süni intellekt, qlobal problemlər, xüsusən ərzaq təhlükəsizliyi məsələsidir, qiymətlər səviyyəsidir. Çünki biz bülletində onların ərzaq indekslərinin dünya üzrə yaşayış minimumları, şəhər salmaları prinsiplərinin formalaşmasının, araşdırma kimi ilkin mənbələri biz beynəlxalq təşkilatların hesabatlarından götürürük və onun bir də ölkənin sosial-iqtisadi inkişaf tendensiyalarından, statistik məlumatlarından da alırıq və təkcə onun Azərbaycan üzrə müəyyən deməli nəticələr analitik nəticələr çıxarırıq. İnstitutda dərc olunan o mövzuların bir xeyli hissəsi institutun əməkdaşları tərəfindən həyata keçirilir. Onun nöqteyi nəzərdən xeyli deməli töhfəsi var institutun əməkdaşları. Ümumiyyətlə hamısında töhfəsi var, çünki o beynəlxalq təşkilatlarda olan aktual problemlərin də hazırlanması, şərh olunması da var. Bir də ki, sırf müəllif deməli yazıları da var institut əməkdaşları.